Salam əziz və dəyərli müştərilər, sizlərə salamlayıram Kars Ailəvi restoranından. 20 may 2026-cı il. Bugün sizə bir-birindən gözəl kabablarımızı və ləziz təyyamlarımızı təqdim edirəm. Buradan başlayaq. Qəşəng quyruq kababı var, qutab kababı var, şapalağımız var, təndirdə də veririk, manqalda da veririk. Xan kababıdır, ağ ətdir, içalatdır, quzun ciyəridir, toyuq kababıdır, kənd çolpası tabakadır. Quzu ətləridir, gördüyünüz kimi antrikotu, yabloskası və quyruq kababı. Yenə bir-birindən gözəl qazan yeməklərimiz hazırlanıb. Vişnəli can ətimiz var, təmiz Bakı qovurması var, kartoşka və tərəvəzlərlə birlikdə. %2 üstə bozbaşı, göbələkli can əti, təmiz buğlamamızdır, şapalağımızdır, quyruq yağında sacda pişib hazırdır. Damaşı duşonkamızdır, kənd çolpasının çığırtmasıdır, tərxumlu can ətidir, təmiz can ətindən. Şirəli çəpişdir, öz suyunda, öz sosunda. Şirəli danamızdır və şirəli maçamızdır. Bu gözəl qazan yeməklərini yalnız Kars restoranında dada bilərsiniz və bir-birindən gözəl yenə həmişə kimi sacdakı şapalaqlarımızı sizə təqdim edirəm. Bu şapalaqlar təmiz buzovun şapalağıdır. 80-90 kiloluq buzovun şapalaqlarını təqdim edirik sizə. Gəlməzdən öncə rezervasiya etməyiniz xahiş olunur. Nizami küçəsi 112, Botda və Veyzə konum mövcuddur. Buyurun.